Salam hörmətli həmkarlar, hər birinizə xoş gördük. Bugün oktyabrın artıq 1-idir. Və məsələ belədir ki, bugünkü gündən, bugün jurnalistlərin mənə verdiyi ən çox suallardan biri də məktəbli avtobuslardır. Məktəbli avtobusları cəmi 1200 nəfər üçün nəzərdə tutulub. Bunu o qədər böyük hakimiyyətinə təqdim edirlər ki, bu da Bakı şəhərində. Halbuki Bakı şəhərində 500 mindən artıq şagird oxuyur. Bu da onların 0,2% qədər heç eləmir. İndi reallıq ondan ibarətdir ki, bu həm biznes layihədir. Artıq məktəblərə təqdim olunub 100 manatdan 250 manata qədər aylıq ödənişlərdir. Valideynlər də bunu ödəyə bilmirlər. Və digər bir tərəfdən də cəmi Bakı məktəblərində oxuyan şagirdlərin 0,2%-ni əhatə elədiyi üçün bu çox kiçik bir layihədir də, amma reallıqda olduğu ki, bunu o qədər böyük bəhbərlə, o qədər böyük canfəşanlıqla təqdim edirlər, sanki təhsil bütün problemləri həll olunur. Gəlin özümüzü aldatmayaq da. Oktyabrın 1-idir, 15 gündür dərs başlayıb, amma hələ də bizim birləşən məktəblərin şagirdləri, yüzlərlə şagird çöldə qalıb. Hələ də məktəblərin dərs bölgüsü başa çatmıyor. Hələ də məktəblərdə dərs cədvəli yerinə yetirməyib. Böyük məktəblərdə, tam əksər məktəblərdə. Bakı məktəbləri xaotik idarə olunur. Ölkənin təhsili demək olar ki, idarə olunmur. Hər regional idarə özü üçün imtahan elanları verir. Nə bilim, kim necə istəyir təhsildə elə davranır və 5 oktyabr gəlir. Hər yerdə də soruşurlar bütün sahiblər. Müəllimlərin pul yığılması və s. Müəllim bəyən pul yığmaq üçündür. Niyə məktəbi biz bu şəkildə təqdim edirik? Emin Əmrullayev də çıxış edir, deyir ki, bu bizə aid deyil və ölkənin təhsilində baş verənlər necə aid deyil? Ölkənin təhsil büdcəsini darmadağın edir. 3 milyon bir təlimət, 1 milyon bir təlimət, 1 milyon o bir təlimət. Bu ölkənin təhsil büdcəsini dağıtmaq sənə aiddir. Məsuliyyət sənə aid deyil. Valla mən ölkə tarixində nə belə nazir, təhsil tarixində də nə belə məmur görməmişdim. Dünya vecinə deyil. Dünya vecinə deyil. Danışanda da ağzına belə çullu doğuşan yerləşmir. Görək nə olur? Görək nə olur? Avtobuslar hansı məktəblərə verilir? Ödənişlər bildiyim qədər aylıq 100 manatdan başlayır 250 manata qədər. Bu da valideynlərin cibinə uyğun deyil. Amma avtobuslara nə qədər pul veriləcək? Bu avtobusda xidmətini təşkil edən şirkətlər kim olacaq? Emin Əmrullayevin dostlarımı, yoxsa ona təqdim edilən şəxslərin şirkətləri olacaq? Necə ki, məktəb bufetləri ayrı-ayrı şirkətlərə verildi və məktəblərə buna heç bir aidiyyəti yoxdur və bu güya iaşə xidmətini təşkil edir. Böyük bir biznes layihədir. Orta hesabla hər bir şagirdən bildiyim qədər 52 qəpik ödəyirlər həmin şirkətlər Təhsil Nazirliyinin hesabına. Görək avtobuslar necə olacaq? Özdə müğayət olun. Uğurlar hər birinizə.